Salam əziz məktəbli dostlar və mən izləyən valideynlər. İndi isə ikinci mövzunun qalan tapşırıqlarını izah edəcəm. İlk rəqəmi 4 olan və digər rəqəmləri 3, 5, 9 rəqəmlərindən bir dəfə istifadə etməklə düzələn 4 rəqəmli ədədləri artan sıra ilə yazın. Deməli, ilk rəqəmi 4 olacaq. Mən elə ən yaxşısı biraz əvvəl kimi yazım. İlk rəqəmi 4 olacaqsa, deməli uşaqlar, əgər ilk rəqəmi 4 olacaqsa və artan sırayla deyirsə, biz ən kiçikdən başlayaq. Yəni əvvəlcə 3-ü qoyaq. 4359. Daha sonra yenə 4-ü qoyacağım. 4395. Sonra indi artıq 3-ləri minlik, yüzlüklər sırasına qoydumsa, artıq 4-dən sonra mən 5-i qoyacağım yüzlüyə. 4539. Sonra 4593. Sonra indi isə yüzlüyə 9-u qoyacağım. 4935. Və artıq mən bunu artan sırayla yazmış oldum. Deyir ki, hərflər və onlara uyğun ədədlər verilmişdir. Ədədləri azalan sırayla yazdıqda alınan sıra ilə yazdıqda, azalan sırayla yazdıqda alınan şəhər adını tap. Azalan sadəcə ən çoxa baxıram. Baxıram ki, burada ən böyüyü 7490-dır. Deməli, birinci hərfimiz X olacaq. 7000'lik, sonra 6000'lik. 6709'da deməli O, X, O. Baxın, daha sonra 5000'lik. C, X, O, C. Sonra 4000'lik. A, 3000'lik. V, 2000'lik. Sonra burada 1103'dür, burada 1009'dur. Deməli, N, sonunda isə D-ni yazım. Xocavənd. Alınan şəhər Xocavənd olur. Modeldə verilmiş ədədləri müqayisə edin. Yəni yaza da bilərik, yazmaya da bilərik. Yəni ədədləri. Baxıram ki, burada 3, 2, 3. Yəni elə təkliklərdən başlayaq. 5 təklik, 4 onluq, 2 yüzlük, 1 minlik və 3 10 minlik. 31245. Burada 3 10 minlik, 1 minlik, 2 4 5 5 yüzlük. Aha, deməli elə göy dairələr çox olacaq. 3 onluq, 3 təklik. Deməli, deyirik ki, 31245 kiçikdir 30533-dən. Yenə də 2, 3, 2 10 minlik, 3 minlik, 0 yüzlük, 1 onluq və 4 təklik. 23014. Görürəm ki, elə 23014 böyük olacaq. 2000, 21302'dən. Burada 4 10 minlik, 2 minlik, 0 yüzlük, 4 onluq, 3 təklik. 42043. Burada isə 4 onluq, 4 10 minlik, 0 minlik, 1 yüzlük, 3 təklik,
3 onluq, 4 təkli. Deməli, 42.000, 43, 40.134-dən böyükdür. 1 10 minlik, 3 minlik, 4 yüzlük, 5 onluq və 2 təklik. Deməli, 1, 3, 4, 5 və 1. Deməli, burada olur 13.452, burada isə olur 13.451. Və D variantında qırmızı, bura narıncı görsənir. Narıncı dairələr böyükdür. Həll edin. A-nın yerinə yazıla biləcək ən kiçik cüt ədədlə A-nın yerinə yazıla biləcək ən kiçik cüt ədəd olacaq 23.440. Cüt ədəd deyir də, bəli. 23.440. B-nin yerinə yazılacaq ədəd isə ən kiçik tək ədəd olacaq. Ən kiçik tək ədəd olacaqsa 87.399-dan sonra nə yaza bilərik? 87.401 olacaq. 87.401, bəli. Çünki əgər 87.400 yazsaq, bura yaza biləcək ən kiçik cüt ədəd olacaq. Amma 87.401 isə bura yazılacaq ən kiçik tək ədəddir. Və B A-dan böyükdür. Verilmiş müqayisədə A-nın yerinə yazıla biləcək ən böyük və ən kiçik rəqəmlərin fərqini tapın. Bura yazıla biləcək ən böyük rəqəm 9-dur. Çünki niyə? 2384 kiçik olacaq 2975-dən. Bura yazılacaq ən kiçik rəqəm isə 3 ola bilməz. Çünki əgər bura mən 3 yazsam, bu olacaq 2375. Axı 2375 2384-dən böyük ola bilməz axı. Deməli, mən bura ən kiçik 4 yaza bilərəm. Deməli, ən böyük rəqəmim 4 olur, ən böyük rəqəmim 9 olur, ən kiçik rəqəmim də 9 olur. Deməli, 9-dan 4-ü çıxırım, ən böyük rəqəmdən, A-nın yerinə yazıla bilən ən böyük rəqəmdən, A-nın yerinə yazıla bilən ən kiçik rəqəmi çıxıram, eləyir 5. Verilmiş müqayisədə A-nın yerinə yazıla biləcək ən böyük və ən kiçik rəqəmlərin cəmi. Bura yaza biləcəm ən böyük rəqəm 9 olacaq. Yox, 9 olmayacaq. Yanıldım. Çünki digər tərəf böyükdür, sağ tərəf böyükdür. Yazıla biləcək ən böyük rəqəm 6 olacaq. Çünki mən bura 7 yazsam, 15.796 15.752-dən böyük olar. Ona görə 6 yazırıq. Yaza biləcəyimiz ən kiçik rəqəm də 0 olacaq. Və altdan da 0 çıxır. 6 ilə 0-ın cəmi də 6 edir.